Azərbaycanda bir çox insan səhər yuxudan oyanan kimi ilk işi çay içmək olur. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, öncəki günün dəmli çayını təkrar qızdırıb içmək sağlamlıq üçün təhlükəli ola bilər. Konkret AzMilli istinadən vurğulayır ki, alimlərin sözlərinə görə çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməsə həm dadını, həm də qida dəyərini itirir. Çay uzun müddət otaq temperaturunda və ya ocağın üstündə qaldıqda tərkibindəki faydalı maddələr oksidləşir. Bu isə dadın dəyişməsi ilə yanaşı, zərərli birləşmələrin yaranmasına gətirib çıxarır. Ən təhlükəlisi isə çayda nitrit adlı toksik maddələrin formalaşması. Bu maddələr orqanizmdə mədə problemləri, immunitetin zəifləməsi və hətta bəzi xroniki xəstəliklərə səbəb ola bilər. Yay aylarında isə açıqda qalan çay bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Mütəxəssislər qeyd edir ki, çayı dəmmədikdən sonra 1 saat ərzində içmək məsləhətdir. Gecədən qalan çayı içmək əvəzinə hər dəfə təzə dəm hazırlamaq daha faydalıdır. Qənaət məqsədi ilə olunan bu vərdiş uzun müddətdə sağlamlığa ciddi ziyan verə bilər. Həkimlər təzə dəm çayın həm daha faydalı, həm də dad baxımından üstün olduğunu bildirirlər.